Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2026-cı ildə ölkənin media nümayəndələrinə geniş müsahibəsi baş tutmuşdu və bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən sosial sahədə siyasətlə bağlı aydın fikirlər və aydın hədəflər səsləndirilmişdir. Özünün sosial siyasətinin mahiyyəti, onun məqsədi ilə bağlı ətraflı məlumatlar verilmişdir. Və biz bu müsahibədən gördüyümüz odur ki, ölkə başçısı hər zaman bəyan edir ki, onun siyasətinin mərkəzində insan amili durur, Azərbaycan Respublikası vətəndaşının sosial rifahı durur və ölkə başçısının təbiri ilə desək, Azərbaycanda sosial sahədə görülən işlər əməli tədbirlərə əsaslanır və ölkəmizdə bu məqsədlə olduqca geniş sosial müdafiə, sosial təminat, əhalinin məşğulluğuna yönəlmiş proqramlar icra edilir. Təbii ki, biz sosial sahədə əldə olmuş nəticələrə baxdıqda, biz ötən müddət ərzində, yəni 2019-cu ildən 2019-2025-ci illər ərzində həyata keçirilmiş sosial islahat paketlərinə diqqətimizi cəlb etməliyik. Qeyd etmək lazımdır ki, ötən müddət ərzində 5 sosial islahat paketi icra olunmuşdur ölkə başçısının rəhbərliyi altında. Bu islahat paketləri 4 milyon vətəndaşımızı əhatə etmişdir. Eyni zamanda bu sosial islahat paketlərinin icrası üçün əlavə olaraq dövlət büdcəsindən və icmal büdcədən 8 milyard manat vəsait, yəni bu proqramların icra olunması üçün, bu islahatların həyata keçirilməsi üçün vəsait ayrılmışdır. Eyni zamanda biz 2025-ci ili də sosial məsələlər üçün olduqca əlamətdar il kimi qeyd edə bilərik. Belə ki, 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında 5-ci sosial islahat zərfinin icrası təmin olundu. Bu çərçivədə yalnız biz 5-ci sosial islahat zərfinin icrasının nəticələrinə baxdıqda biz görərik ki, bizim 5-ci sosial islahat zərfimiz 3 milyon vətəndaşımızı əhatə etmişdir və yalnız bir ildə, yəni 2025-ci ildə sosial məsələlərə əlavə olaraq 1 milyard 400 milyon manat əlavə vəsait cəlb olunmuşdur. Və bu çərçivədə minimum əmək haqqlarının artırılması ilə bağlı deməli qərar qəbul olunmuşdur. Bilirsiniz ki, 2025-ci ilin yanvarın 1-dən minimum əmək haqqlar 345 manatdan 400 manata deməli 16% artırılaraq 400 manat deməli təşkil etmişdir. Bu əmək haqqı artımları 700 minə yaxın şəxsə şamil olunmuşdur. Burada həm dövlət sektoru üzrə çalışan bizim uzla çalışan vətəndaşlarımıza aid oldu. Eyni zamanda özəl sektorda da fəaliyyət göstərən vətəndaşlarımıza bu şamil edildi. Bununla yanaşı bilirsiniz ki, Azərbaycanda çox geniş sığorta pensiya sistemi fəaliyyət göstərir və bu çərçivədə minimum pensiyaların da məbləği 14-13% artırılaraq 280 manatdan 320 manata çatdırılmışdır və bu artımlar da 1 yanvar 2025-ci il tarixdən tətbiq olunmağa başlanmışdır. Eyni zamanda pensiyaların indeksasiyası 2025-ci ildə biz bu indeksasiyanın da artımı təmin edə bildik. Bu bizim 1,1 milyon pensiyaçımıza şamil olundu və burada da 1 yanvar 2025-ci ildən başlayaraq 1,1 milyon pensiyaçının pensiyaları 8,1% həcmində artımlarla ödənişləri davam etdirilmişdir 2025-ci ildə. Bununla yanaşı pensiya kapitalının indeksasiyası da, yəni bugün bilirsiniz ki, sığorta sistemində, yəni məcburi dövlət sosial sığorta sistemində çalışanlar fərdi şəxsi hesabları var. Fərdi şəxsi hesablarda həmin şəxslərin pensiya kapitalı qeydə alınır və hər il dövlət tərəfindən qeydə alınan pensiya kapitalı istehlak qiymətlərinin artım tempinə uyğun olaraq indeksləşdirilir və 2025-ci ildə biz bu indeksasiyanı 2,2% həcmində tətbiq etdik. Bununla yanaşı sosial müavinət və təqaüd ödənişlərdə, yəni bizim sosial ödənişlərdə də artımların biz tətbiqinə başladıq. Bu 1 iyul 2025-ci il tarixdən orta hesabla təxminən 12%-ə yaxın biz ortalama artımları burada da
təmin edə bildik. Bu artımlar da 700 minə yaxın şəxsə biz şamil olunmasına nail ola bildik. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşları 10%, yəni bu çərçivədə artırılmışdır. Tələbə təqaüdləri 10%, yəni artırılmasını biz təmin etmişik. Eyni zamanda bilirsiniz ki, ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarı da 5.6 və 5.3% müvafiq olaraq artırılaraq 285 manat məbləğində müəyyən edilmişdir. 2026-cı ildə isə biz bunu 5.3% artıraraq 300 manat məbləğinə çatdıra bilmişik. Bununla yanaşı 2025-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhalinin sosial ödənişlərlə təminatı istiqamətində də geniş tədbirlər həyata keçirilmişdir. Burada əlbəttə ki, biz sosial ödənişlərlə bağlı danışdıqda ilk növbədə Dövlət Sosial Müdafiə Fondunun pensiya təminatı ilə bağlı deməli məsələlərinə toxunmaq istəyərdim. İlk növbədə onu qeyd etmək istəyərdim ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə gəlirləri 8.1 milyard manat təşkil etmişdi. Bu 2024-cü ilin göstəriciləri ilə müqayisədə 1.1 milyard manat və yaxud 15% artım deməkdir. Yəni bu kifayət qədər ciddi rəqəmlərdir. Yəni tarixdə fondun bu qədər yüksək bizim gəlirlərimiz olmamışdır. Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərin payı 6.5 milyard manat təşkil etmişdir ki, bu da 2024-cü illə müqayisədə 7.1 milyon manat və yaxud 12% artım deməkdir. Fondun gəlirləri ilə yanaşı, əlbəttə ki, xərclərində də biz əhaliyə ödənişlərində də biz müsbət dinamikanı 2025-ci ildə müşahidə etmişik. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2025-ci ildə 7.5 milyard manat təşkil etmişdir. Bu da 2024-cü illə müqayisədə 629 milyon manat və ya 9% artım deməkdir. Əlbəttə ki, burada maraqlı olan rəqəm əhaliyə olan ödənişlərdir. Biz bilirsiniz ki, fondun xərclərinin 97-98%-i bir qayda olaraq əhaliyə olan ödənişlər təşkil edir. 2025-ci ildə əhaliyə olan ödənişlərimiz Dövlət Sosial Müdafiə Fondu xətti ilə 7.1 milyard manat təşkil etmişdir. Bu da yenə də 2024-cü illə müqayisədə 616 milyon manat və ya 9% artım deməkdir. Bununla yanaşı fond tərəfindən 2025-ci ildə aylıq əsasda 1.1 milyon pensiyaçıya deməli pensiyaların ödənilməsi, eyni zamanda məcburi dövlət sosial sığorta vəsaitləri hesabına aylıq və birdəfəlik müavinətlərin ödənilməsi də həyata keçirilmişdir. Və beləliklə biz bu ödənişlər üzərindən orta pensiyalarda artıma da mən toxunmaq istəyərdim. 2025-ci ildə orta pensiyanın məbləği 543 manat təşkil etmişdir. Bu da 2024-cü illə müqayisədə 9.3% deməli artım deməkdir. Yaşa görə orta pensiyanın məbləği isə 578 manata 2025-ci ildə bərabər olmuşdur. Burada da 9.1%lik artım deməli qeydə alınmışdır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 53 mindən bir qədər çox pensiya təyinatı həyata keçirilmişdir və bilirsiniz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində şəffaflıq baxımından biz bu pensiya təyinatının elektronlaşması ilə bağlı geniş tədbirlər həyata keçiririk və bu qeyd elədiyim bu 53 min pensiya təyinatının hardasa 70%-ə yaxını tam elektron şəkildə təyin edilmişdir və biz bu göstəriciləri təhlil edəndə onu da görürük ki, yaşa görə pensiyaların 80%-ni biz elektron şəkildə təyinatını həyata keçirə bilmişdik. Eyni zamanda onu da qeyd etməliyik ki, əhalinin sosial müdafiəsi, sosial təminatı ilə yanaşı, yəni pensiya sistemi ilə yanaşı bu günləri dövlət büdcəsindən də əhalinin sosial müdafiəsinə çox ciddi şəkildə dəstək tədbirləri
həyata keçirilir. Burada söhbət Azərbaycan Respublikası Prezidentinin təqaüdlərindən, sosial müavinətlərdən, az təminatlı ailələrə ödənilən ünvanlı dövlət sosial yardımlardan, müxtəlif kompensasiyalardan gedir. Bu istiqamətdə də 2025-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər həyata keçirilmişdir. Bu baxımdan sosial müavinət ödənişləri 2025-ci ildə 529 min nəfərə 1,2 milyard manat məbləğində sosial müavinət ödənişi həyata keçirilmişdir. Bu da 2024-cü illə müqayisədə 90 milyon manat və ya 8% artım deməkdir. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə də 407 min nəfərə 756 milyon manat məbləğində deməli, sosial ödənişlər 2025-ci ildə aylıq əsasda həyata keçirilmişdir. Təqaüd ödənişlərində də artımlar olmuşdur. 2024-lə biz bunu müqayisə etdikdə 61 milyon manat və yaxud 9% biz artımı burada müşahidə edirik. Qeyd etdiyim kimi, ünvanlı dövlət sosial yardımı ilə bağlı da proqram Nazirlik tərəfindən icra edilmişdir. Bu çərçivədə də deməli 76 min ailəyə, bu təxminən 336 min ailə üzvü deməkdir. 2025-ci il ərzində 420 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda sosial həssas kateqoriyadan olan ailələrə 2025-ci ilin sonunda Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə bütün ünvanlı dövlət sosial yardım alan ailələrə birdəfəlik şəkildə 200 manat məbləğində maddi yardım edilmişdir və bu məqsədlə də 15,3 milyon manat vəsait ayrılmışdır. Beləliklə, Tofiq müəllim, biz tam əminliklə deyə bilərik ki, 2025-ci il Azərbaycanda sosial məsələlərin həlli baxımından olduqca əlamətdar olmuşdur və ölkə başçısının rəhbərliyi ilə 2025-ci ildə geniş bizim sosial paketimiz icra olunmuşdur. Eyni zamanda sosial ödənişlərin vaxtında keyfiyyətlə həyata keçirilməsi təmin edilmişdir. Burada bir məsələni də biz xüsusi olaraq qeyd etməliyik. Ümumilikdə sosial artımlarla bağlı ölkə başçısının çox aydın mövqeyi var və bu mövqe ondan ibarətdir ki, biz sosial sahədə həyata keçirdiyimiz tədbirləri, islahatları eyni zamanda iqtisadi sahədə həyata keçirilən tədbirlərlə, islahatlarla uzlaşdırmalıyıq. Bu nə deməkdir? Bu o deməkdir ki, dövlətimizin, ölkəmizin gəlirləri artdıqca, dövlət büdcəsinin gəlirləri artdıqca sosial sahəyə ayrılan vəsaitlərin də həcmi artmaqdadır. Mən yenə də bir-iki rəqəm səsləndirmək istəyirəm. Bu rəqəmlər bariz şəkildə Azərbaycan Respublikası Prezidentinin sosial məsələlərlə bağlı əməli işlərini, əməli islahatlarını özündə əks etdirir. Biz bir mənalı şəkildə bugün onu qeyd edə bilərik ki, bugün dövlət büdcəsində sosial yönümlü xərclər 17 milyard 146 milyon manat təşkil edir. Bu, sosial yönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 41,1% səviyyəsindədir və son 7 ildə müvafiq istiqamətdə ayrılan vəsaitin həcminə biz baxanda biz görürük ki, sosial yönümlü xərclərdə artım 2,2 dəfədir və rəqəmlərdə bu özünü belə ifadə edir ki, yəni islahatlara başlayanda bizim xərclərimiz 7,8 milyard manat idisə, islahatların belə deyək də bugünə olan rəqəm biz 7,8 milyard manatdan 17,1 milyard manata qədər bu sosial yönlü xərclərimizi dövlət büdcəsində artıra bilmişik. Eyni zamanda 2026-cı ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 873 milyon manat həcmində təsdiq edilmişdir. Bu da son 7 ildə bu istiqamətə ayrılan vəsaitin həcminin 2,1 dəfə artması deməkdir. Yəni 2,3 milyard manatdan 4,9 milyard manata qədər biz sosial müdafiə və sosial təminat xərclərinə vəsait ayırmışıq. Təbii ki, 5 sosial islahat paketinin icrasının qeyd etdiyim kimi məqsədi bilavasitə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin təmin olunması, gəlirlərinin qorunması, məşğulluğunun artırılması kimi hədəfləri özündə əks etdirmişdir və burada bizim əldə etdiyimiz çox ciddi
nəticələr var. Biz islahatlara başlayanda minimum pensiya artımlarında biz göstəriciləri təxminən 2.9 dəfə minimum pensiyanın artırılmasına nail olmuşuq. Yəni 110 manatdan 320 manata pensiya, deməli minimum pensiyaların artırılmasına nail olmuşuq. Orta aylıq pensiyada 2.6 dəfə bizim artımlarımızı biz müşahidə etmişik. Yəni mən bayaq qeyd elədim, yəni 543 manat məbləğində bizim orta pensiyamızın məbləğidir. Yaşa görə pensiya məbləği 578 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda bu artımlar, bu dinamika həm də Dövlət Sosial Müdafiə Fondunun ötən müddətki, yəni 2018-2026-cı illərdəki fəaliyyətində də öz əksini göstərir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri bu dövrdə 2.2 dəfə artmışdı. 3.7 milyard manatdan 8.3 milyard manata qədər fondun gəlirləri artmışdı. Dövlət Sosial Müdafiə Fondunun xərcləri də eyni zamanda paralel olaraq artmışdı. 2.3 dəfə də burada artımları biz qeyd edə bilərik. Yenə də 3.7 milyard manatdan 8.4 milyard manata qədər bu artımları biz müşahidə edirik. Eyni zamanda sosial müavinət və təqaüd ödənişlərinə də biz toxunmalıyıq. Ötən müddət ərzində burada da maliyyələşmənin həcmi 5 dəfə artmışdı. Biz təxminən 400 milyon manatdan bu maliyyələşməni bu günləri 2.1 milyard manata qədər yəni artırılmasına nail olmuşuq. Bugün dövlət büdcəsi hesabına müavinət üzrə deməli maliyyələşmədə 4.1 dəfə, yəni sosial müavinətlərin maliyyələşməsində artımları biz 4.1 dəfə görürük. Yəni 322 milyon manatdan 1 milyard 318 milyon manata qədər burada artımlar. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərində artımların məbləği təxminən 8 dəfəyə bərabərdir. Yəni 104 milyon manatdan 827 milyon manata qədər biz artımlar burada müşahidə edirik. Ünvanlı dövlət sosial yardımına ayrılan vəsaitin həcmi də 4 dəfədən çox artmışdı. Biz 2025-ci ildə, 2025-2026-cı illərdə bu məbləği 108 milyon manatdan, yəni 2018-ci ildə 108 milyon manatdan 2026-cı ildə deməli 465 milyon manata qədər deməli yüksəlməsini görürük. Eyni zamanda ünvanlı dövlət sosial yardımının orta məbləği 2.4 dəfə artmışdı. Yaşayış minimumu bizdə 73% artmışdı. Ehtiyac meyarı isə 2.3 dəfə biz artımına nail olmuşdur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, 2023-cü ildən etibarən ölkədə ehtiyac meyarı ilə yaşayış minimum məbləğləri də bərabərləşdirilmişdir. Bax, bu bizim son 6-7 il ərzində həyata keçirdiyimiz deməli islahatlardır. Bu islahatların həyata keçirilməsi bilavasitə Azərbaycan Respublikası Prezidentinin iradəsinin nəticəsidir. Eyni zamanda dövlət büdcəsinin, dövlətimizin gəlirlərinin artması ilə paralel olaraq sosial sahədə də məsələlərin həlli kimi prioritetlər təşkil edir. Bax, bu sadaladığım rəqəmlər ölkə başçımızın sosial sahədə diqqətinin əməli nəticələri kimi biz bunu tam əminliklə qiymətləndirə bilərik.